Aha. Cərimə meydançasında olan futsalda bütün qayda pozuntusuna görə istər limitdə olsun, istər limitdə olmasın, neçə metrli penalti zərbəsi olacaq? İstər limit də olsun, istər də olmasın, deməli 6 metrlik Ay, cərimə sor. zərbəsi. İstər limitdə olsun, istər limitdə olmasın, cərimə meydançasında olan bütün qayda pozuntusuna görə 6 metrli penalti olacaq. Amma limit olduqdan sonra cərimə meydançası kənarında, amma bu iki hissənin aralığı var ha. Yəni komandanın qayda pozma limiti 5'dir, doğrudurmu? Bu 5 dənə olduqdan sonra cərimə meydançası kənarında olan bütün qayda pozuntusuna görə 10 metrli penalti olacaq. Amma bax burada olan istər birinci olsun, istər 10-cu olsun, istər 100-cü olsun, burada olana yəni sayın və limitin dəxli yoxdur. Cərimə meydançasında bax bu zonada olan bütün qayda pozuntusuna görə 6 metrli penalti zərbəsi təyin olunur. Və yenə qeyd edirəm sizə, cərimə meydançasında olan qayda pozuntusu komandanın faul limitinə, yəni o 5 dənəyə yazılır. Komandanın faul limitinə yazılır. Yəni birdən sual çıxır ki, cərimə meydançasında olan qayda pozuntusuna görə 6 metrli penalti verilir də. Bəs o komandanın qayda pozma limitinə yazılırmı? Təbii ki yazılır. Yəni cərimə meydançasında olan qayda pozuntularda komandanın nəyinə yazılacaq? Faul limitinə yazılacaq. Amma cərimə meydançasında olan qayda pozuntularına görə, cərimə meydançasında olan qayda pozuntularına görə 6 metrli penalti zərbəsi təyin edilir. 10 metrlik yox. İstər yenə deyirəm 5-ci olsun, istər 100-cü olsun, istər 1-ci olsun, fərq eləmir. Nə olur? 6 metrlik. 6 metrlik. Və bu qayda pozma limiti müəllim hər hissədə, yəni 20, 15 fazilə 20. Hər hissədə 5 dənədir. Düzdürmü? Hər hissədə 5 dənədir. Və bu birincidə olan 5 ikinci 5'ə keçmir. Birincidə olan 5 dənə eləmişsən, 6 dənə olmuşsan, birinci hissədə olan ikinci hissəyə keçmir. Amma ikinci hissədə hesab bərabər olarsa, əlavə vaxta gedərsə, ikinci hissədə olan əlavə vaxtlara neyinir? Keçir. Yəni, komanda nətər 4-cü periodda basketbolda olanlar əlavə vaxta keçirdiyi qayda pozuntusu. 1-dəki 2-yə keçmirdi, 2 3-ə keçmirdi, 3 4-ə keçmirdi. Amma 4-də olan əlavə vaxta keçirdi. Bax, bunda da eyni temadır. İkinci hissədə olan qayda pozuntuları əlavə vaxtlara neyinir? Keçir. Keçmir.